lənətlənib. Necə ki, məktublarından Həzrət Əli əleyhissalamla Muaviyyənin lənətullahın məktublarından biz bunu anlayırıq ki, bu iki şəxs məktublaşanda Muaviyyə nə qədər özünü istəyir şərafətli görsətsə də peyğəmbərdən olduğunu, filan olduğunu, Həzrət Əli əleyhissalam ona məktublarında nə buyurur? Deyir, sən əsil deyilsən, həqiqət deyilsən. Maraqlısı da nədir? Muaviyyə Həzrət Əli əleyhissalam sözünü inkar eləyə bilmir. Niyə? Çünki bilir ki, Həzrət Əli çox ələmdir. Sən kimsən axı Həzrət Əli əleyhissalamın qarşısında qalxıb nəsə deyə bilərsən? Heç bir şey deyə bilməzsən. Çünki sənin əslin yoxdur. Sənin nəslin lənətlənmişdir. Sən İslamı, Beytulmalı gücləndirən deyilsən. Sən Beytulmalı İslamı zəiflədənsən. Sən Yahudiləri gücləndirənsən. Və sənin fəsadın bu günə qədər də davam eləyir. Ona görə də baxmayaraq ki, bu nəsil Əbu Sufyan, Muaviyyə, Yezid